Qərb bəşəriyyəti 3-cü Dünya müharibəsinin astanasına gətirib. Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib. Bakının Nəsimi rayonunda yeni park salınacaq. ABŞ Ermənistan iki tərəfli gündəliyi iflasa uğradı. Tramp Ermənistanın üstündən xətt çəkdi. Bunu erməni politoloq Suren Sarkisyan deyib. Bu il təxminən 20 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq. Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Millətimiz bundan sonra da meydanı CHP faşizminə buraxmayacaq. İndiyə qədər etdiyi kimi AK Partiya yenə tədbirli olacaq və sağlam düşüncə ilə hərəkət edəcək. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Texnologiya milyarderi və Tesla'nın baş direktoru Elon Musk ABŞ prezidenti Donald Trump'a tariflərin ləğv edilməsi ilə bağlı birbaşa, lakin nəticəsiz müraciətlər edib. Türkmənlərə İraqın hörmətli övladları kimi layiq olduqları bütün hüquqların verilməsi vacibdir. Bütün xalqlara verilən hüquqlar kimi. Bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib. Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trump'ın ölkəyə əlavə rüsumlar tətbiq etmək təhdidləri fonunda Pekinin sona qədər mübarizə aparacağını qeyd edib.